görmedim. Çay verirler, yumurta, şirin çay, şoğçölü, getdi ebede. Akşam vəziyyət gərginləşirdə qaçdım oradan da. Bir dənə qonşumuz var, mən qısa danış deməyəcəm, çox başıma işləyəcəm. Qonşumuz var, gəldi bizə ki, $3000 verginlə öyümü satıram, sonra qaytarıram sənə. Arvad deyir, vermə, qaytarmayacaq. Deyirəm, necə qaytarmayacaq? 30 illik qonşumdur, nə deyib qaytarmayacaq? Verdim. O da kişi kimi gətirdi, $3000 verdi. Üstündə bir qutu şokolad. Deyirəm, görürsən arvad, insanlara inanmaq lazımdır. Üstündən bir müddət keçdi. Pul lazım idi də. Apardım dollarları bayda manata çöydüm. Dedilər, hamısı bunlar saxtadır. Bir qutu şokolad mənə $3000 gəlib düşdü. Xəstələndim, halım pisləşdi. Getdim həkim deyir, oy, deyirəm, nə olur? Bir vəziyyətin dərgindirsə, apendisimi keçmək lazımdır. İnanıram da, yıxdı yerə mənə apendisimi kəsdi, 2000 manatımı aldı. Sonra yadıma düşüb, mən apendisimi 20 il bundan qabaq kəsib çıxartdırmışdım. Deyirəm, görürsən, doktor mənim neyimi kəsib çıxardı buradan. Mən də gəlmişəm bura, mənə dedilər, yaxşı çıxış elə, sənə qanarar verəcəyik. Deyirəm, görürsən verəcəklər. Yoxsa bunlar da alladacaqlar məni. İnsanlara inanmaq lazımdır. İnam getdi ya. Dünya dağlar, məhv olar. Bu qədərdir. Sən gətir qanarara.